Dedim axı daha mənim əlimdən bir iş gəlmir. Mən nə qədər çalışdımsa, heç bir faydası olmadı. Amunhotep onu çox istəyir. Nə olursa olsun onu uzaqlaşdırıb, heç kimlə əvəz eləməyəcək. Əgər Amunhotep Yuzarsif'i bu işdən uzaqlaşdırmasa, biz onu bu həyatdan uzaqlaşdıracağıq. Nə istəyirsiz eləyin. Bircə məni bu işə qatmayın. Narahat olmayın, xanım. Biz öz işimizi yaxşı bilirik. Cənab Yuzarsif, quldarların və varlıların əvvəlcədən vergi ödəməklərinə razılıq vermələri çox yaxşı oldu. Məlum məsələdir. Öz mənfəətini güdən şəxs verginin bağışlanması məsələsini qəbul eləməlidir. 1 ilin vergisini ödəməklə, sonraki 2 ilin vergisindən azad olacaq. Cənab, bəs digər şəhərlərdə də vergilərin yığılması üçün bir iş görmək istəmirsiniz? Gərək Zavirədən gələn dostlarımızdan kömək istəyək. Sabah onlarla iş yerində danışacağam. Mən onlara xəbər verərəm, yaxşı? Nə olub, Binarus? Biraz əvvəl mən Kahin Apokinin Tiya xanımın yanına getdiyini gördüm. Onu güddüm. Sarayın qarşısındakı əsgərlə çox qısa söhbət elədi. Onlar neysə bir plan cızırlar. Mən sizə görə çox nigaranam. Ölümdən o adam qorxsun ki, Allah kimi sığınacaq yeri olmasın, ya da bu dünyaya çox bağlı olsun. Cənab, axı siz daha təkcə özünüzə aid deyilsiniz. Bütün cəmaat ümid gözünü sizə dikib. Yusif kimdir ki? Allah mənim kimi bəndələri göndərməkdən aciz deyil. Yusif olmasa, başqasını göndərəcək. Nə olub? Nəsə baş verib? Mənim Nefertiti xanımla işim var. Salam olsun hökümdar və mənim tanrım cənab Amunhotepə. Mən qüdrətli və bənzərsiz tanrını axtardığım halda Nefertiti xanım mənim kimi aciz birisini tanrı adlandırır. Məni bağışlayın, istirahətinizə mane oldum. Amma vacib xəbər eşitmişəm. Mütləq sizə ərz eləməliyəm. Eşidirəm. Elə indicə mənə xəbər verdilər ki, məbədin kahinləri Yuzarsif'i öldürmək istəyirlər. Nə vaxt? Harada? Necə? Yuzarsif indi haradadır? Xəbərim yoxdur. Təkcə onu bilirəm ki, kahinlər plan cızırlar. Hər an Yuzarsif'in canı təhlükə ilə üzləşə bilər. Bunu hardan öyrənmişsən? Tiya xanımın kənizi özü eşidib. Kahin Apoki sizin ananızla bu barədə söhbət edirdi. Yuzarsif'i mənim yanıma çağırın. Tələsin.
Salam olsun Misirin əzizi Yuzarsifə. Allahın salamı olsun sizə. Nə olub, niyə belə həyəcanlısınız? Cənab hökmdar sizi öz huzuruna çağırıb. Özdə çox təcili. Nəsə baş verib? Bu cür tələsi işin nə olduğunu söyləmədi? Xeyr, təkcə həyəcanlı və qorxmuş halda mənə fəryad elədi ki, sizə xəbər verim. Gedək. Salam olsun cənab Amonhotepə. Eşitdim ki, məbədin kahinləri sizi qətlə yetirmək istəyirlər. Hələ ki bir hadisə baş verməyib. Narahatçılığınıza heç bir əsas yoxdur. Biz də bəzi narahat edici xəbərlər eşidir və ara sıra şübhəli hərəkətlərin şahidi oluruq. Elə bugün kahin Apoki Tiya xanımın görüşünə getmişdi. Sarayın girişindəki mühafizəçilərdən biri ilə nə isə danışdı. Mən onların sözlərini eşitmədim, amma onların pis niyyətli olduqlarını dəqiq bilirəm. Deməli bu həqiqətdir. Tiya xanımın qulluqçusu yanıma gəlib dedi ki, Amun məbədinin kahinləri sizi sarayın idarə işlərindən uzaqlaşdıra bilmədikləri üçün sizə sui-qəsd eləmək fikrindədirlər. Demədimmi, cənab? Elə bir neçə gün bundan əvvəl baş yuxuyozanı öldürdükləri vaxt Zavira zindanının ən mənfur məhbusu olan Nimfer kapitan açıq-aydın mənə Yuzarsifin puskusunda olduğunu dedi. Bunlar elə də mühüm deyil. Mən bu cür zəhərli mühitdə işlərimizin yarımçıq qalmasından nigaranam. Bütün gücümüzü böhran və qıtlıqdan çıxmağa sərf etmək əvəzinə bu fitnə fəsadı aradan qaldırmağa xərcləyəcəyik. Atam təhcə kahinlərin özbaşınalıqları ilə müxalifət edirdi. Amma mən bütünlüklə amunpərəstlik ayinə müxalifəm. Bu ayin çox tez zamanda aradan getməlidir. Mən bu haqda tez bir vaxtda qəti və təcili bir qərar çıxarmalıyam. Sabah gec ola bilər. Amma vaxtından əvvəl qınından çıxan xəncər öz sahibinin həyatını təhlükəyə sala bilər. Bizim məbədə qarşı elədiyimiz kiçik bir hərəkət cəmaatı bizə qarşı təhrik eləyə bilər. Digər tərəfdən, Amun məbədinin ixtiyarında olan zəngin xəzinə minlərlə insanın asanlıqla Misir hökumətinə qarşı çıxmasına və minlərlə insanın ölümünə səbəb ola bilər. Məyər günün günorta çağı bizim sarayımızda cəsusluq elədiklərini və sizin qətliniz üçün plan cızdıqlarını görmürsünüz? Onlara möhlət verək ki, bizə qarşı salınmaz. Amansız bir zərbə vursunlar. Əgər cənab hökmdar öz sakitliyini qoruyub saxlasa, mənim kahinləri tora salmaq üçün elə bir çıxış yolum var ki, istədiyiniz iş üçün başlanğıc ola bilər. Buyur de. Mən kahinlərin qarşısını almaq üçün çarə istəyirəm. Çarəni isə siz bilirsiniz. Əvvəlcə hökmdara bir sualım var. Kahinlərlə mübarizə yolunu bundan sonra deyəcəm. Mən cənab hökmdarın hansı Allaha sitayiş elədiyini bilmək istəyirəm. Mən hələ də sizin Allahınızı tanımıram. Amma onun məbəd tanrıçalara kimi məbədin xəzinəsini doldurmaq fikrində olmadığını və öz peyğəmbəri Yuzarsifə Misir cəmaatını hidayət eləmək üçün göndərdiyini bilirəm. Saydığınız bu vəzifələrə görə sizi tək olan Allaha ibadət eləməyə dəvət eləyirəm. Buna lüzum yoxdur. Çünki elə indi də tək olan Allaha sitayiş eləyirəm. Tək Allaha? Bəli, tək Allaha. O Allaha ki, bütün varlıq aləminə işıq saçır. Onun lütfü bütün canlılara bir dəfəlik şamil olur. Bütün varlıq aləminə həyatı bəxş eləyən Allah. Meşələri, tarlaları göyərdən odur. Cənab hökmdar, sizə həyəcanlanmaq olmaz. Yoxsa halınız yenidən pisləşə bilər. Mən Tanrı Atuna, tək olan Allaha pərəstiş eləyirəm ki, onun varlığı olmadan bütün kainat soyuq və cansızdır. Yuzarsif, siz də tək Allah dedikdə, həmin Atunu nəzərdə tutursunuz? Sizi doğru anlaya bilmədim. Cənab hökmdar bütün canlıların xaliqi və günəşi işıqlandıran Allaha iman gətirdiyini nəzərdə tutur. Həm ona, həm də peyğəmbərinə. Mən bu tək olan Allahı Atun adlandıra bilərəm. Onun min bir adı var və dünyanın hər yerində onu bir adla çağırırlar. Cənab Amunhotep də onu Atun deyə çağıra bilər. Amunhotep, Amunhotep, mən bu addan bezmişəm. Amunun adından zəhləm gedir. Mən Atuna sitayiş eləyirəm.
Bundan sonra özümü Axnatun adlandırmaq istəyirəm. Gözəl addır. Atuna sitayiş edən. Axın, Atun. Axnatun. Sabahdan öz dinimi elan eləyəcəm. Qoy hamı bilsin ki, Amunhotep, yox, Axnatun tək və gözə görünməz Allaha pərəstiş eləyir. Mən hamıya tək olan Allaha sitayiş eləməyi, Misirin cansız tanrıçalarını məhv eləyib bütlərini qırmağa əmr eləyəcəm. Adınızı dəyişməyiniz və tək Allahlı olmağınızla razıyam. Amma cəmaatı Allaha sitayiş etməyə, öz ayinlərini dəyişməyə məcbur etməyi məsləhət görmürəm. Nə səbəbə? Çünki cəmaat buna qarşı çıxacaq. Cəmaat hələ də Amunu sevir. Əgər öz adınızı və inancınızı dəyişsəz, insanlar şübhəyə düşəcəklər. Çünki onlar sizi Amunun övladı kimi tanıyırlar. Sizin ondan bezməniz onların Amuna olan inamlarını zəiflədəcək. Əgər belə olsa, məbədin kahinləri adınızı dəyişməyinizə görə bərk qəzəblənəcəklər. Buna şübhəm yoxdur. Mən təklif eləyirəm ki, bu ad və ayin dəyişmənizi bir rəsmi mərasimdə bütün cəmaatın hüzurunda icra edib hamıya bəyan eləyəsiniz. Bu, kahinləri təşvişə salacaq. Çünki hökümdarın öz ayinini dəyişməsi Amunun və kahinlərin nüfuzunu sarsıdacaq. Bu minvalla sarayımızdakı Amun məbədini ləğv eləməliyik. Və Nifirtiti xanın da təkallahlıq dinini qəbul eləyəcək. Bununla da sarayımızda məbədin kahinlərinin nüfuzunun qarşısı alınacaq. Belə olan halda cənab Yüzarsif'i daha çox təhlükə gözləyəcək. Bu hadisələrin onun tərəfindən tənzimləndiyi məbəd üçün aydındır. Narahat olmayın. Allah məni qoruyacaq. Cənab Yüzarsif, əgər Allah öz peyğəmbərini qoruyursa, biz də onu qorumalıyıq. Allah bu məsuliyyəti heç vaxt boynumuzdan atmır. Onu heç vaxt tək qoymayın. Xüsusən də saraydan çıxanda. Misir torpaqlarının uca hökümdarı, Amunun müqəddəs övladı 4-cü Amunhotep və tərəfdarları daxil olurlar.
məyər bu gün Amunun əzizlənmə mərasimi deyil? Bəli. Amma nə üçün bu qədər təmtəraqsız? Bugün Misirlilərin böyük tanrısı Amunun qüdrətinin sona çatan günüdür. Bugünədək Amun Misirin əvvəlki tanrılarını məğlub edərək Misirin ən böyük tanrısı olmuşdu. Misir cəmaatı hər il bu günü əziz tutur və Misir hökuməti də bu xüsusi mərasimi təşkil edirdi. Burada Amunun bütünün olmasının səbəbi də elə budur. Belə görürəm ki, bugün Amunhatepin Amunu çimizdirmək fikri yoxdur. Nə od qaladı, nə mehrabı yudu, nə də ki, Amunhotep bugün rəsmi libas geyinməli idi. O, Amuna ehtiram əlaməti olaraq qarşısında diz çökməli idi. Sizin pıçıltılarınızın səbəbini bilirəm. Fikrinizi bir neçə sualla məşğul edeyim. Biri budur ki, niyə rəsmi libas geyinməmişəm? Niyə Amunun qarşısında diz çöküb tonqala od vurmamışam? Və niyə Amunun mehrabına qanla qüsul verməmişəm? Cavab bir mənalıdır. Mən bundan sonra Amuna sitayiş eləmirəm və tək olan Allaha iman gətirirəm. belə də bilirdim. Bilirdim ki, Yüzarsif öz işini görəcək. Bəli. Mən yeganə və tək olan asimanların Allahına iman gətirmişəm. Siz Misir cəmaatının inancı ilə mənim işim yoxdur. Hərə öz seçimində azaddır. Bu nə sözlərdir Amunhotep? Sən nə danışırsan? Bəsdir ana, bəsdir. Bəsdir, əyləşin. Siz, kahinlər, bu əldə qayırma əşyanı buradan aparın. Bundan sonra Axnatunun sarayının Amuna ehtiyacı yoxdur. Firon sarayındakı məbədi də bağlayın. Bu sarayın bundan sonra məbədi olmayacaq. Sizinləyəm. Dedim ki, bu əldə qayırmanı buradan aparın. Amunun lənət olsun sizə. Amunun lənət olsun sizə. Amun sizi heç vaxt bağışlamayacaq. Amunun lənət olsun sizə. Amunun lənət olsun sizə. Amunun lənət olsun sizə.
Misirin böyükləri və zadəganları, mən bu gündən tək olan Allaha sitayiş eləyir və öz Amunhotep adımı Axnatunla əvəz eləyirəm. Bu xəbəri bütün Misirə, hamıya çatdırın. Misirin hökmdarının adı Axnatun, yəni tək olan Allaha, Atuna sitayiş eləyəndir. Adım Amunhotep olan vaxtlar Amuna pərəstiş eləyirdim. Amma bu gündən daha Amuna sitayiş eləmirəm. Küfrün hakimlik elədiyi sırayda Amuna, onun məbədinə ehtiyac yoxdur. Onlar Amuna qarşı küfrlərinin cəzasına çatacaqlar. Amun bu qədər imansızlığın küfrünə dözməyəcək. Qoy 4-cü Amunhotep böyük bir faciənin intizarında olsun. Mən intiqam alacağım. Bundan sonra bizim işimiz daha ciddi və yığcam olmalıdır. Yoxsa buğda ehtiyatı yığımında heç bir nəticə əldə edə bilməyəcəyik. Qardaşların bura yığılmağının mənası hazır olmağımızı bəyan eləyir. Misirin şəhər və kəndlərinə gedin. Dediyim xəbər və məlumatları toplayın. Vergi və eləcə də hamının ödəməli olduğu gəlirin 1/5-ni tez yığmaq üçün bir dəstə adam təyin eləyin. Gəlirin 1/5-ni xalqın hamısından yığmaq lazımdır. Xeyr, aydın məsələdir ki, yoxsullar bu vergini ödəməkdən azaddılar. Digər məsələ də budur ki, hər şəhərdə ailələrin, uşaqların, yeniyetmələrin sayı müəyyən olunmalıdır. Həmçinin fəhlələrin, əkinçilərin, sənətkarların sayını da bilmək lazımdır. Nəhayət, varlılar və qulların sayı dəqiqliklə müəyyən olunmalıdır. Bir şəhərin varlı və kasıblarının sayını müəyyən eləmək o qədər də asan deyil. Bəs bunları bilmək nəyə lazımdır ki? Özündən başqa heç kəsi tanımayan varlılardan fərqli olaraq, kasıblar özlərini də, varlıları da yaxşı tanıyırlar. Heç şübhəsiz ki, qıtlıq zamanında varlılar vergi ödəməkdən boyun qaçırmaq üçün özlərini fəqir kimi göstərəcəklər. Həmçinin bizə vacibdir ki, qıtlıq zamanında kimlərin köməyə ehtiyacı olduğunu, kimlərin isə buğda əvəzində ödəniş etməli olduqlarını dəqiq bilək. Salam olsun Züleyxa xanıma. Nə olub Rudamın? Bəzi xəbərlər var ki, siz də eşitsəz pis olmaz. Bugün hökmdar Tanrı Amunun ayinindən bezdiyini bildirərək özünü Atunpərəs adlandırdı. Öz adı Amunhotepi isə Axnatunla əvəz etdi. Əmr elədi ki, bundan sonra onu Axnatun adlandırsınlar. Atun, tək olan Allahın adlarından biridir. Yəni Yuzarsifin Allahı?
Şübhə eləmirəm ki, onun öz aynını dəyişməsi Yuzarsifin köməyi ilə olub. Amma mən eşitmişəm ki, Axnatun günəş oğlu deməkdir. Atunpərəstlər günəşi tək olan Allahın rəmzi kimi tanıyırlar. Hər kim Yuzarsifin yanında olsa, onun abu havasını götürər. Kim deyərdi ki, bir qul elə bir məqama çatacaq ki, dünyanın ən böyük səltənətinin taleyini əlinə alacaq? Rudamun, son vaxtlar Yüzərsifi görməmisən. Alixmahu və kahinlər bütün bu hadisələrdə sizi təqsirləndirirlər. Cənab, bu günlərdə sizin çölə çıxmağınız məncə çox təhlükəlidir. Cənab Malik, siz Tipsin yoxsullar yaşayan məhəllələrini tanıyırsınız? Bəli. 20 il orada sərgərdan olmuşam. Mən də 20 ildir ki, Tipsdə yaşayıram. Amma bu vaxta qədər Tipsi təkcə 2 dəfə, o da ki, uşaqlıqda görmüşəm. Putifar və Züleyxa xanımla birgə. Siz deyəsən Tipsin yoxsullar yaşayan məntəqəsini görmək qərarına gəlmisiniz. Şəhərin vəziyyəti ilə yaxından tanış olmalıyam. Narahat olmayın. Görmürsünüz ki, adi paltarla gedirəm. Heç kim məni tanımayacaq. Bundan sonra mən bütün buğda, pambıq, papirus sahələri, daş mədənlərinin qulları ilə yaxından tanış olmalıyam. Misirin vəziyyəti barədə ətraflı məlumat toplamalıyam. Narahat olmayın. Mən onu bircə anda tək qoymayacağam. Gedək, Malik. Bu şəhərin varlıları həddindən artıq rifah içindədirlər. Bu barədə bir çarə düşünməliyik. Onlar öz var dövlətlərinin bir hissəsini kasıblara verməlidirlər. Neçə illərdir Misirdə cəmiyyətin kiçik hissəsi onun böyük hissəsinin boynuna minib. Siz bu çirkin adəti necə aradan qaldıracaqsınız? Allah bu işdə mənə kömək eləyəcək. Bu sahədə bəzi fikirlərim var. Bu xiyaban qul bazarından tutmuş Şamın darvazasına kimi gedib çıxır.
Yaxşı baxın. Əsl qullar buradadır. Bax bu, çox qüvvətli bir quldur. Qüvvətli və sağlam. Dişləri də sağlamdır. Mən 100 dibindən başlayıram. 100 dibin. Heç kim istəmir? 100 dibin. Üç min dibin. Misirin böyük sərkərdəsi, ordunun başçısı cənab Putifar 3000 dibin təklif eləyir. Cənab Putifar 3000 dibin təklif elədi. Bu qul cənab Putifara satıldı. 10 dibin? Ya, mən dedim axı, bu çox qüvvətli bir qoldur. 10 dibin bunun üçün çox azdır. Otuz dibin. 30 dibin? 50 deseydin yenə dəryarıydı. Bu çox itaətkar bir qoldur. 20 il bundan əvvəl məni həmin səkinin üstündə satışa qoymuşdun. O vaxt Putifar məni 3000 dibinə almışdı. Yadındadır, Malik. Bəli. Düzdür, dibinləri Putifara qaytardım. Amma ondan neçə il sonra cənab Yüzarsifə qovuşa bildim. Mən də ən yaxşı dostumu yenidən tapdığım üçün çox şadam. Gedək. Yusifin idarə etdiyi şəhərdə vəziyyət belə olmamalıdır. Əgər bu zülmə razı olsam, qoy Allah məni bağışlamasın. Bu vəziyyəti elə dəyişim ki, varlılar əl açsınlar, ayaq altında qalanlarsa imkan sahibi olsunlar. Alçaq və hündür öz yerini dəyişsin. Varlı və yoxsulsa artıq eyni cür yaşasınlar. Biz cənab Yüzarsif'i görmək istəyirik. Gedin sonra gələrsiniz. Biz elə burada göstərəcəyik. Yüzarsif'i görməyəcək. O gələcək. Biz onu burada görməyəcəyik. Burada qalacağıq. Bax, elə burada.
O gelene de burada kalacağız. Biz getməyəcəyik. Burada duracağıq. Onu mütləq görməliyik. Cənab Yüzarsiflə işimiz var. Cənab Yüzarsif. Onunla işimiz var. Bu şikayətimizi Biz burada qalacağıq. Heç yerə gedən deyil. Biz onunla görüşməliyik. Burada qalacağıq. Lazımdır. Biz onu gözləyəcəyik. Elə mütləq görüşməliyik. Heç yerə gedən deyilik. Bizi görməsə Qoy gəlsin. Çağırın gəlsin. Biz onu görməliyik. Qoy qarşımıza çıxıb bizi dinləsin. Cənab Yüzarsif. O Yüzarsifdir. Yüzarsif. Cənab Yüzarsif. Nə istəyirsiniz? Cənab Yüzarsif. Bizi yaşamağa qoymurlar. Məbədə aparırlar. Bizə söz verirlər Cənab Yüzarsif. Bizim evlatlarımızı ikinci Bize kömək. Bizim evlatlarımızı Ümidi biz ikinci sizə. Yaparız haqqımızı Cənab Yüzarsif. Köməyimiz sənsən. Yalvarıram bizə kömək elə. Bizə kömək elə Cənab Yüzarsif. Sən bizə kömək Biz elə. yalvarırıq Cənab Yüzarsif. Bize kömək elə. İntiqamımızı al. Cənab Yüzarsif. Evlatlarımızı aparıb qul edirlər. Cənab Yüzarsif. Bunu belə qoymayın. Xahiş edirik. Narahat olmayın. Söz verirəm ki, sizin heyfinizi onlardan alacağım. Biraz səbirli olun. Binarus, nə olub? Bu adam kimdir? Nimisa bu. Nimisa bu. Nimisa bu. Dözümlü ol, Nimisa bu. Kiçik bir cızıqdır. Narahat olmayın. De ki, siz yaxşı olasınız. Mən yaxşıyam. Tez olun, onu saraya aparın. Keşikçilər. Sinuhə həkimə xəbər elə. Axırın yaxşı olmadı, Nimferkepta. Mən çox çalışdım. Amma sənə nüfuz eləmək mümkün olmadı. Qəlbin möhürləndiyi üçün ona təsir eləmək olmadı. Səni hidayətə qovuşdura bilmədiyim üçün təəssüf eləyirəm. Kaş ki, bu cür olmayaydı. Onu aparıb dəfn eləyin. Gedək, Malik. Sənə təşəkkür eləyirəm. Bugün sənin fədakarlığın mənə nicat verdi. Allahın Peyğəmbərinin yolunda fəda olmaq böyük səadətdir. Bu mənə nəsib olmadı. Bizim hələ sənə ehtiyacımız var.
Axı mənim sizdən başqa dostum, köməyim yoxdur. Məni belə tez meydanda tək qoymaq istəyirsiniz? Arzum budur ki, bütün ömrüm boyu sizin yanınızda xidmət eləyim. Salam olsun Misirin əzizi cənab Yuzarsifə. Allahın salamı olsun sizə. Siz yaralamamsınız ki? Yox, yox. Dərin yaradı. Yaxşı ki dözə bilib. Amma narahat olmağa deyməz. Mənim üçün biraz təmiz katan və su gətirin. Bacardığınızı əsirgəməyin. Nimisa bu mənim üçün çox əzizdir. Mən Axnatunun görüşünə gedib bugünkü hadisəni ona xəbər verməliyəm. Bayırda cənab Yüzarsifi hər an təhlükə gözləmədiyini hardan bilək? Cənab Yüzarsif saraydan tək çıxmamalıdır. Şəhər təhlükəlidir. Düz deyirsən. Mən ondan göz qulaq olmaq üçün gedirəm. Deməli Nimfer kapitan da öldürüldü. Yəni məbəddə kahinlərin içində Amunun tərəfdarlarından bir nəfər yoxdur ki, bu kafirin şərrini bizdən uzaq eləsin. O günü gündən hakimiyyəti daha çox əlinə alır. Amunhotepin məhəbbətini, hörmətini qazanır. Səfih Amunhotep də öz yüyənini onun əlinə verib, onunla məsləhətləşməmiş hətta su da içmir. Mən sarayın əskərlərindən birini tanıyıram ki, bu işə şücaəti çatar. O mənə söz verib ki, fürsət tapan kimi mütləq Yuzarsifin cəzasını verəcək. Səncə bu işin öhdəsindən gələ bilər? Bəli. Əgər məbədin Yuzarsif və Amunhotepin qətlində ələ olduğu ifşa olunarsa, başımıza nə oynaşacaqlarını təsəvvür edirsiniz? Lab yaxşı, onlar üçün dəlil qoymayın, bütün izləri itirin. Yəni, kim ki Yuzarsifi və Amunhotepi öldürəcək, o məhv olmalıdır. Bu, bərabər olmayan müharibədə məğlub olmağımızdan, minlərlə əhalinin öldürülməsindən daha yaxşıdır. Olmaz ki, öldürmək fikrini başınızdan çıxarasınız. Axmaq! Bu Amun məbədinin, Amun pərəslərin ölüm-dirim savaşıdır. Yuzarsif mənim də, sənin də düşmənimizdir. Əgər biz onu öldürməsək, o bizi öldürəcək. Əgər biz onu öldürsək, Amunhotep də bizi öldürəcək. Bəs onda nə olacaq? Ey böyük Amun, bizim düşmənlərimizi məhv elə. Bir xarici kafirin bizim üzərimizdə qələbə çalmağına imkan vermə. Qoyma ki, Yuzarsifin görkəmi bəlli olmayan və mənasız Allahı sənə və Misirin digər tanrılarına qalib gəlsin. Mən məşvərətçi olaraq sizə məsləhət görürəm ki, indi məbədə qarşı çıxmaq üçün münasib vaxt deyil. Yoxsa çoxlu sayda günahsız insan öldürüləcək. Amun məbədinin hökmranlığının kökü isə kəsilməyəcək. Bir də ki, mənə görə narahat olmayın. Onlar mənə heç bir ziyan vura bilməz. Bu ədəbsizliyin son həddidir. Sizin canınıza suiqəst olunub. Düzdür, əlimizdə sübut yoxdur. Amma bilirəm ki, bu kahinlərin işidir. Xəbərçilik eləmələrinə, işimə qarışmalarına dözdük. Fitnə fəsada başladılar. Ona da dözdük. İndi isə sizin canınıza qəsd eləməyə cəhd elədilər. Bizə suiqəst eləməyəcəklərini hardan bilək? Onlar sizə zədə yetirməklə məni və ailəmi məhv eləmək istəyirlər. Əgər sizin məqsədiniz Əlixmahu və kahinləri məhv eləməkdirsə, elə bugün bu məqsədi həyata keçirmək olar.
Yox, əgər hədəfiniz bütpərəstlik ayinini dəyişərək təkallahlığa dəvət eləməkdirsə, gərək səbr eləyəsiniz. Xalq qılınc gücünə heç bir dini qəbul eləməz. Əgər cənab hökmdar qıtlıq zamanına qədər səbr eləsə, Allahın istəyi və iradəsi ilə Amun kahinlərinin məhv olmağının şahidi olacaq. Lap yaxşı. Yüzarsif, sizə inandığımız üçün səbr eləyərik. Siz harasa getmək fikrindəsiz? Eşitmişik ki, səfərə çıxmaq istəyirsiniz. Qərar almışam ki, bütün Misir ölkəsini gəzərək cəmaatın vəziyyəti ilə tanış olum. Eləcə də buğda ehtiyatı yığımının vəziyyətini, anbarların tikilişini öz gözlərimlə görüm. Sizin ayrılığınıza dözməyə çətin olsa da, amma neynəmək olar? Sizin istəyinizlə razılaşmalıyam. Çünki bunun düzgün qərar olduğunu bilirəm. Cəmaatla düzgün münasibət yaratmaq haqqında düşünürəm. Əgər xalq hökumətin onunla bir olduğunu bilsə, ona inanar. Ümidvaram ki, bu münasibət bərqərar olsa, cəmaatı buğda ehtiyatı yığımına və əkin-biçinə həvəsləndirəcəyik. Səfərə çıxmamış sizi görmək istəyirəm. Mütləq, cənab.